Salam, hər vaxtınız xeyir olsun, hörmətli müəllimlər. Yenidən sual izahları ilə qarşınızdayım. Bu günlərim sizə kurikulum üçün nəzərdə tutulmuş bir situasiya testinə baxacağıq. Bu sual modeli imtahanda, həm MİQ, həm də sertifikasiya imtahanında istifadə olunması gözlənilən bir tipdir. Sual ilə Ərsəniyyət Təhsil İnstitutunun bizə təqdim elədiyi sınaqdan nümunələrdən biridir. Gəlin suala baxaq. Gördüyümüz kimi situasiyada bir problem təqdim olunubdur və problemin həlli və o həllin nəticəsində ortaya çıxan vəziyyəti biz uyğunlaşdırmalıyıq. Situasiyanı əvvəlcə oxuyun, lap istəsəz, yəni izahdan öncə dayandırıb situasiyanı izləyin, yəni şərh eləyin, öyrənin, sonradan cavabı dinləyib doğru və ya yanlış olduğunu müəyyənləşdirin. Demək, başlayaq. Qrup işi zamanı bir qrupun tapşırıq üzərində işləmədiyini, əvəzində ucadan danışdıqlarını və vaxt itirdiklərini görürsünüz. Yəni, qruplardan biri belə bir şey eləyir ki, dərsə mane olur. Amma digər qruplar işləyir. Bu digər qrupların da diqqətini yayındırır. Siz vəziyyəti effektiv şəkildə idarə etməli və pozitiv sinif mühiti qoruyub saxlamalısınız. Bu situasiyada hansı fəaliyyət daha effektiv olacaq? Problemin həlli və ona uyğun nəticəni tapmalıyıq. İndi gəlin nəzər yetirək. Deyir, sinifin fəaliyyətini tam dayandırırsınız. Bu yanaşma səhvdir. Sinifin fəaliyyətini dayandırmağımız effektiv variant deyil. Qrupa ucadan gözlənilən davranışları xatırladırsınız və belə suallar verirsiniz. Qrup olaraq tapşırıq üzərində necə irəliləyirsiniz və yenidən tapşırığa fokuslanmağınız üçün kömək lazımdırmı? Bu kimi yanaşma sinif üçün uğurludurmu? Problemi həll edərmi? Deyil, problemi həll etməz. Çünki sizin burada probleminiz odur ki, bir qrup tapşırıq üzərində işləmir və əvəzində ucadan danışır və bu da digərlərinə mane olur. C. Qrupa sakitcə yaxınlaşırsınız və bu hərəkətlərinizlə onlara qeyri-verbal xəbərdarlıq edirsiniz. Qeyri-verbal xəbərdarlıq nədir? Ümumiyyətlə, biz çalışmalıyıq ki, dərs müddətində şagirdlərə qeyri-verbal müdaxilələr edək. Çünki qeyri-verbal müdaxilənin məntiqi ondan ibarətdir ki, şagirdlər sözlü şəkildə şagirdlərə müdaxilə etsə, səslə müdaxilə etsə, sakit dur, belə eləmə və s. bu digərlərinin diqqətini yenə də yayındıracaq. Ona görə də biz qeyri-verbal müdaxilə, işarələrlə, jestlərlə, mimikalarla qeyri-verbal müdaxilə edib onlara qaydaları xatırlada bilərik. Eyni zamanda sinifin digər hissəsi ilə də məşğul olmağa davam edirsiniz. Yəni siz davam edirsiniz, dərs prosesi pozulmur. Qeyri-verbal müdaxilə çünki səssiz müdaxilədir deyə diqqət yayındırmır. Və bunun nəticəsində nə baş verəcək? Bu, şagirdlərə sinif qaydalarını xatırladır və yenidən tapşırığa cəlb olunmalarını təmin eləyir. Həqiqətən də bu testdə doğru problem həlli və ona uyğun nəticə C variantında göstərilir. Digər variantlara da gəlin səthi nəzər salaq. Qrupun davranışını bir müddət görməzliyə vurursunuz. Çünki onları dərhal tənqid etmək şagirdləri utandıra bilər. Əgər bu vəziyyət davam edərsə, onları dayandırırsınız və dərs bitdikdən sonra onlarla fərdi şəkildə danışmağa dəvət edirsiniz. Nəticədə bu davranış şagirdin məsuliyyətini artırır. Xeyr, effektiv deyil. Niyə? Çünki prosesin, gedişatın pozulduğunu biz görüb ona anında müdaxilə etməməyimiz düzgün yanaşma sayılmaz. Bütün sinifə prosesi dayandırmağa tapşırığı verirsiniz. Təbii ki, bu A variantı ilə demək olar eynidir və yanlışdır. Ona görə də bu testimizin doğru cavabı C variantı oldu. Belə bir maraqlı sualı izlədik. Ümid edirəm hər kəs üçün faydalı oldu. Növbəti sualda görüşərik. Sağ olun.